Herkese salamlar, ümid edirəm ki, yaxşısınız. Uzun zamandır YouTube videoları çəkmirdim, bir fasilədə idi və dedim ki, niyə də bugün olmasın. Çox qəşəng bir atmosfer olan yerdəyəm, Qubadayam. Burada düşərgədəyik və fasilə vaxtıdır. Mən də düşündüm ki, mən bu vaxtı dəyərləndirməliyəm. Və bugünkü mövzum biraz spontan gedəcək. Düşündüm ki, bugünün haqqında danışa bilərəm. Bilirsiniz necə? Yaşadığımız bir həyat var və yaşadığımız həyatda bir baxış bucaqlarımız var, baxdığımız pəncərələr var. Və sən hansı pəncərədən baxırsansa, gördüyün mənzərədə ona əsasən dəyişir. Baxmayaraq ki, eyni şeydir. Məsələn, baxmayaraq ki, bir stəkan qoyuram. Sən hansı perspektivdən baxsan, o stəkanın figurasını, formasını, onun tonunu, rəngini, onunla bağlı olan fikir və yanaşmaların dəyişəcək. Və bu əlbəttə ki, sənin verəcəyin qərarlara, həyata yanaşmalara, digər şeylərə çox ciddi şəkildə təsir göstərəcək. Sizin üçün bizim həyatımızı dəyişdirə biləcək ki, müsbət yöndə 3 yanaşma deyəcəm. Birincisi, mən çox sevdiyim yanaşmalardan biri, mən bacarmıram sözünün, mən hələ bacarmıram, mən hələ bunu öyrənmə prosesindəyəm şeyini keçirməsi. Düşünün ki, siz heç vaxt piano çalmamısınız və bu günü qərara gəlirsiniz ki, siz artıq piano çalmağa başlamaq istəyirsiniz. Birinci dərsdən çala bilmirsiniz və bu çox normaldır. Avtomatik bir özünüzə səhvə çəkirsiniz ki, mən bunu bacarmıram. Hansı ki, siz hələ bacarmıram deyil, siz hələ onu öyrənmə prosesindəsiniz. Siz hələ ona adaptasiya olmalısınız. Bəli, yəni hələ bacarmaya bilərəm, hələ edə bilməyə bilərəm. Amma bu demək deyil ki, 10 dərs sonra etməyəcəm, yəni 10 dərs sonra əlbəttə ki, bir yerə gəlib çatacağam. Ya da başqa bir şəkildə. İkinci yanaşma budur. Bir şeyləri özünə sübut etmək üçün deyil, sadəcə sən seçdiyin üçün et. Nədir məsələn? Mən bir dənə psixoloq gedəndə, mən orada demişdim ki, dəyərlərindən biri inkişafdır və məndən psixoloqum soruşmuşdu ki, məhz niyə inkişaf? Orada cavab verə bilməmişdim. Psixoloqumda çox üzərinə getməmişdim özümün. Başa düşdüm, bir 3-4 ay sonra bəlkə başa düşdüm ki, ayda, əslində inkişaf mənim dəyərim idi, bəli, indi də dəyərimdir. Amma o vaxt ki, yanaşmam, perspektivim başqaydı inkişafa, indiki perspektivim başqadır. O vaxt, yəni ki, 2-3 il bundan öncə, yanaşmam buydu ki, mən kimləsə geri qalmamalıyam, məhz buna görə də bir şeyləri inkişaf etdirməliyəm. Mən də deyirəm ki, yaxşı, bu önəmli deyil, mən özümü kiməsə sübut etmə məcburiyyətində deyiləm, ya da məhz ki, inkişaf ya da etdiyim bir şey, kiməsə nəyisə, hətta özünə belə, nəyisə sübut etmək üçün deyil, sırf sənin seçimin olanda onun sənə qatdığı huzur, rənglik, xoşbəxtlik sən onu əldə edərkən ya da əldə etməzkən belə daha çox məmnun olursan yəni. Çünki onu sən seçmirsən. Həqiqətən onu sən seçmirsən. Amma başqalarına nəyisə sübut etmə məcburiyyətində olanda onu sən seçmirsən, başqaları seçir və sən ora uymalı olursan ki, məsələn, sübut etməlisən ki, mən çox yaxşı bir işdə işləyirəm, hə? Kimin qaydasıdır bu çox yaxşı bir işdə işləmək bərabərdir, məsələn, 10.000 pul qazanmaq. Bu qaydada qonşu Firəngiz xalanın və o qaydanı o təyin edir və sən onun qaydasında özünü sübut etməyə çalışırsan ki, həmən yaxşı bir işdə işləyirəm və son qaydası əsasən onun seçiminə əsasən sən başlayırsan bu yolda adım atmağa. Lakin və fəqət sənin öz seçimin, yaxşı iş seçimin nədir? Ki, budur dəyərli insanlarla bərabər olmaq, eyni zamanda 10.000 pul qazanmaq və s. və s. Və sən bu işi seçərkən ya da bir işə girərkən ya da o işə uyğun adımlar atarkən Firəngiz xalanı deyil, bu sənin öz seçimin olur. Busa, biz həmişə deyirik ki, kiməsə nə işi sübut eləmə. Lakin və fəqət nəzərə alaq ki, hansımız bunu həqiqətən dərinlinə qədər analiz edib də anlaya bilmişik ya da fərqinə vara bilmişik, aydınlana bilmişik o mövzuda. Üçüncü, bəzən insanlar ki, biz kiçik addımlardan saymırıq. Deməli, ümumi addımlar toplasaq, birinci addım bundan ibarət idi ki, mən bacarmıram deyil, mən hələ öyrənmə prosesindəyəm və bunu bacaracağam. İkinci yaşma bu ki, etdiklərin sənin özünü sübut etməkdə, başqalarının özünü sübut etməkdə deyil, sənin öz seçimin olanda daha fərqli olur proses. Üçüncü bu idi ki, atılan hər kiçik addım da bir addımdır, yaxud da bərabərdir. Heç etməməkdənsə ən kiçik addımı atsan, o da faydadır mütləq şəkildə, o da faydadır. Sizin həyatı dəyişdirəcək perspektiv və yaxud da yanaşmalarınız varsa, onu videonun sonunda paylaşa bilərsiniz. Özünüzə yaxşı baxın.